Dərslərini çalış, imtahana az vaxt qalıb, vaxtını dəyərləndir. Yəqin ki, sizlərə çevrənizdə bu cümlələri deyənlər çoxdur. Sanki hər kəs sizinlə bərabər sizin imtahan nəticənizi gözləyir, sizinlə bərabər sanki imtahan verəcəklər. Amma ki, istirahət etməyi, özünüzə vaxt ayırmağı yəqin ki, çevrənizdə sizə deyən yoxdur. Unutmamaq lazımdır ki, əgər özünüzə vaxt ayırmasanız, vaxtınızı yaxşı dəyərləndirməsəniz, istirahətinizə yaxşı zaman ayırmasanız, imtahanda yığacağınız nəticələr də çox yaxşı olmayacaq. Ümid edirəm ki, bu video həm sizə yaxşı bir motivasiya olacaq, həm də özünüzlə bağlı bəzi şeyləri daha diqqətli yanaşmanıza səbəb olacaq. Talih müəllim kursumuzun müdürü, Cənub Hazırlıq Mərkəzinin müdürüdür. Xoş gördük Talih müəllim. Talih müəllim, abituriyentlərə nə uğurlar arzuluyursunuz? Onların irəlidə blok imtahanı var. Zəhmət olmasa ürək sözlərinizi deyə bilərsinizmi? Biz Cənub Hazırlıq Mərkəzi olaraq bütün abituriyentlərə uğurlar arzulayırıq. Bütün abituriyentlərimiz arzularını gerçəkləşdirmək üçün əllərindən gələni əsirgəmirlər və ümid edirəm ki, hər biri öz hədəfinə çatacaq. Çox sağ olun. Uğurlar onların olsun. Çox sağ olun. Ruslan müəllim kursumuzun ingilis dili müəllimidir. Cənub Hazırlıq Mərkəzinin ingilis dili müəllimi. Ruslan müəllim, irəlidə şagirdlərin, abituriyentlərin blok imtahanı var. Ondan sonra da aşağısı 9-10'ların buraxılışı gələcəkdə. Həmin abituriyentlərə nə arzu edərsiniz? İlk öncə bütün abituriyentləri salamlayıram. Təbii ki, onlar artıq buraxılış imtahanı veriblər və birinci mərhələni uğurla başa vurublar. Artıq blok imtahana da iki cəhddən onlara bol-bol şans, bol-bol uğurlar arzulayıram. İnanıram ki, onlar özlərini doğruldub və həm müəllimləri, həm də valideynləri əziyyət çəkən hər bir kəsi inşallah sevindirəcəklər. Hər bir kəsə uğurlar arzulayıram. Uğurlar. İnşallah, çox sağ olun. Ruslan müəllim, bir də ingilis dilindən bağlı irəlidə uşaqların buraxılış imtahanı da olur. İndi 11'lər bitdi, amma 9-10'lar və aşağı siniflər gələcəkdir. İngilis dili öyrənmək üçün qısa və öz olaraq nə məsləhət görürsünüz? İngilis dilini necə öyrənmək lazımdır? İngilis dili öğrenmek için ilk önce İngiliz dilində 3P bir anlayışı var. Patience, practice and perseverance. Bu ne demektir? Yani səbir, davamlılık ve çalışmak. Əsasən bu üç dənə şey olsa, inşallah uşaqların hər biri yüksək nəticə ilə öz məqsədinə nail ola biləcəklər inşallah. Çox sağ olun Ruslan müəllim, təşəkkür edirik. Əgər universitetdə oxuyursunuzsa, semestr imtahanları da ola bilər. Yəni bunlar hamısı imtahandır, imtahan yüküdür. Əgər sizin sağlam bir zehniniz yoxdursa, yaxşı istirahətinizə zaman ayırmırsınızsa, bu imtahanların içərisindən çıxmaq da çətin məsələdir. Ona görə də çalışın ki, sağlamlığınız, sağlığınız bütün imtahanlardan öndə olsun. Çünki imtahan 1 saatlıq, 2 saatlıq olur, amma o baş, o zehin sizə bir ömür lazım olacaq. Bununla bağlı olaraq bir dənə hekayə sizə danışım. Yəqin ki, eşitmiş olarsınız. İki odunçunun hekayəsidir bu. İki odunçu meşəyə odun qırmağa gedirlər. Onların arasında bir rəqabət başlayır. İki odunçu arasında. Deyirlər ki, gün batana qədər, hava qaralana qədər görək kim daha çox odun kəsəcək deyə bir rəqabətə başlayırlar. Birinci odunçu vaxt azdır deyib, axşam gün batımına qədər vaxtım var deyir. Heç fasilə vermədən, heç ara vermədən başlayır odunları qırmağa, heç dayanmır. Çay fasiləsi filan və s. vermir və davamlı odun qırmağa çalışır. Digər ikinci odunçu isə ara bir fasilə verir, bəzən bir çayını içir, istirahətinə də zaman ayırır, müəyyən vaxtdan bir və bu istirahət zamanı çalışıb baltasını da itiləməyə də bir zaman tapır. Vaxt gəlir günün sonunda hesab kitab zamanı baxırlar ki, birinci odunçunun qırdığı odun sayı daha azdır, hansı ki dayanmadan çalışmışdı. Və şok halında ikinci odunçudan soruşur ki, bəs sən ara bir dayanırdın, hətta çay belə içirdin, mən dayanmadım. Necə olur ki, sən məndən daha çox odun qırmısan? İkinci odunçu qayıdıb cavab verir ki, bəs sən işə qapıldın, özünü işə qapdırdın, heç dayanmadın. Heç fasilə vermədin, baltanın itiliyinin getməsini, yəni kütləşməsini heç hiss eləmədin. Amma mən ara bir fasilə verirdim və bəzən də baltamı itiliyirdim və bu faydalı çalışma nəticəsində onu itilədiyim üçün az işləsəm də səndən daha sürətli odun qırmaq nəsib oldu, belə deyək, daha çox odun qırdım. Və bu da hekayənin sonu. Yəqin ki, buradan hər kəs öz nəticəsini götürə bilmişdir. Ən əsas olaraq çox çalışmaq deyil. Ola bilsin ki, aranızda 10 gün, 15 gün çalışanlar olur, həftələrdən çalışanlar olur, amma nəticəsi zəif olur. Eləsi də var ki, 5 gün, 3 gün və ya 1 həftə çalışır, amma nəticəsi digərindən daha çox olur. Bunu yaddan çıxarmayaq. Əsas çox çalışmaq deyil, aşırı şəkildə özünü dərsə vermək deyil, fasilələrdən çalışmaq daha önəmlidir. Çünki sizin bəzən verdiyiniz bir neçə saatlıq o fasilə sizin irəlidə bir neçə gün daha artıq və daha faydalı çalışmanıza səbəb olacaq. Belə əziz abituriyentlər, ümid edirəm ki, faydalı oldu.
Çalışın ki tarazlığı qoruyasınız. Sadəcə özünüzü dərsə verməklə nəticəniz çox yüksək olmaya bilər və ya sadəcə özünüzü istirahətə verməklə də çox bir nəticə əldə edə bilməzsiniz. Çalışın ki tarazlığı qoruyub saxlayasınız. Həm özünüzə bir zaman ayırın, həm də ki dərsinizə yaxşı bir zaman ayırın. Hər birinizə bol-bol uğurlar olsun.